Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış hərbi texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan Azərbaycana silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti yeni partiyası gətirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, gəmilər vasitəsilə Bakıya çatdırılan hərbi təyinatlı yeni məhsullar ekspertlərin iştirakı ilə təhvil alınaraq aidiyyatı üzrə hərbi hissələrə veriləcək. Həmin silah-sursat və hərbi texnikanın ən qısa zamanda silahlı qüvvələrin bölmələrinin silahlanmasına daxil edilməsi və döyüş tətbiqinə tam hazır vəziyyətə gətirilməsi təmin ediləcək. Yeni silah və hərbi texnikanın tətbiqi üzrə mütəxəssislərin hazırlığı Rusiyalı təlimatçılar tərəfindən həyata keçiriləcək. Bundan başqa istifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizə edilməsi prosesi də davam etdirilir.